analar, əziz atalar, əziz tələbələr və tədbirimizə təşrif buyuran qonaqlarımız. Həmişə olduğu kimi tədbirimizə başlamamışdan öncə istərdim Azərbaycanımızın ərazi bütövlüyü uğrunda öz şirin canlarından keçən şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqalıq sükutla yad edək. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bugün elə bir oğulun anım gününə yığışmışıq ki, biz həmişə danışanda başqaları haqqında danışmışıq. Amma bu günlərim igid qəhrəmanımızın, hansı ki, öz evlatların da vətənə qurban verən Müşfiq qardaşımızdan danışacağıq. Biz həmişə danışırıq ki, İbrahim Peyğəmbər oğlun qurban verdi, qurban kəsdi, görməmişik, eşitmişik. Amma bu günlərim biz gördüyümüzü danışırıq. Müşfiq qardaşım özü ilə birlikdə iki oğlun vətənə qurban verməyə gedir. Bunu biz cəmiyyətə elə obiya onu hamımız bildirməliyik ki, belə qəhrəman oğul da var. Bunu hamı tanımalıdır. Hər bir kəs, hər bir Azərbaycanlı bilməlidir ki, bu iki oğlun vətənə qurban verir. Bizim hər birimizin borcumuzdur belə qəhrəman oğlu tanımaq. Mən bu yaxınlarda Avdal Gülaflıya getmişdim. Rafael əmi ilə Xudiyev Xudunun il dönümünə. Mən getdim orada Müşfiqin o kitabını da gördüm. Hansı ki 5 bulağın yanında şəkil də vurulubdur. Bunların hər birinin ruhu oradadır. Xanə əminin ruhu oradadır. Müşfiqin ruhu oradadır. Elmirin ruhu oradadır. Bizim de burada 1-ci Qarabağ müharibəsinin qəhrəmanları var. Onların hər birinə bizim gənclərimizin ehtiyacı var. Belə oğullarımız həmişə bizim qürur mənbəyimiz olur. Və həmişə də orta məktəblərdə gəlib vətənpərvərliyi, igidliyi, qəhrəmanlığı, vətəni sevməyi uşaqlara aşılayıblar. Hansı ki 9, 10, 11-ci sinifin uşaqlarına. Burada bizim hər birimiz bu oğulları tutmalı deyilik və unutturmalı deyilik. Allaha şükür ki unutmuruq, nə də unutturmuruq. Məktəblərimizdə bizim şəhidlərimizin adına siniflər var. Mütəmadi olaraq hər bir kəs, hansı ki şəhidlər xiyabanına gəlib, oranı ziyarət eləyəndə hər bir kəs istəyir Ağdamlı olsun, istəyir Ağdamlı olmasın. Müşfiq Abbasovun qəbri hardadır? Mən gedim onu da ziyarət edeyim. Bu bizim üçün fəxirdir. Başqa rayondan Müşfiqin igidliyin, qəhrəmanlığını eşidib gəliblər. Bizim burada milli qəhrəmanımız var, Rövşən qardaşımız. Onun qəbrini ziyarət edirlər. 1-ci Qarabağ müharibəsinin igid qəhrəmanları var, şəhidlər xiyabanımız var. Oranı ziyarət edirlər. Hər birimizin də borcumuzdur ki, o gələn qonaqlara bunlar haqqında bəzi məlumatlar var da, onların bilmədiyi məlumatlar. Onları deməliyik. Müşfiq qardaşımızın 1-ci Qarabağ müharibəsindən başlayan döyüşü onun əmsinin ermənilər tərəfindən doğranmasından və onun qisas hissi ilə düşmənləri həmişə öz nətər dərlər, nifrətini oyatmışdır. Allaha şükür də ki, hamısının da qisasını alır. Artıq
Müşfiq qardaşımızın timsalında bütün şəhidlərimizin hamısının ruhu şaddır ki, bu günlərin torpağımız azad. Anamızın orada gedib oranı ziyarət eləməyi, o kənddə oturub o Beşbulağın suyundan içməyi bizim hər birimizin ürəyindən oldu ki, anamız da getdi oranı ziyarət elədi. Amma müşfiqsiz. Onu bilin ki, müşfiqin ruhu oradadır. Hər biriniz orada nə iş görsəniz, hər biriniz bilin ki, müşfiqin ruhu oradadır. Bizim Xudunun ruhu oradadır. Hamısının ruhu şaddır ki, torpaqlarımız artıq azad. Bu günlərin burada bizim şəhid ailələrinin işləri üzrə şöbə müdürü Samir müəllim iştirak edir. O cümlədən Baharlı qəsəbə icra nümayəndəsi Gülaflı, Avdal Gülaflı kənd icra nümayəndəsi kollektivi ilə birlikdə iştirak edir. Və Baharlı qəsəbəsində fəaliyyət göstərən Qiyaslı kənd Uşaq Musiqi Məktəbinin rəhbərliyi müəllimlərlə birlikdə iştirak edir. Və bizim həmişə qürurla və igidliyi ilə, qəhrəmanlığı ilə tanıdığımız bizim 1-ci Qarabağ müharibəsinin qaziləri iştirak edirlər. Bizim şəhid ailələrimiz burada iştirak edirlər, şəhid atalarımız. O cümlədən Ağdam Musiqi Kollecinin kollektivi şagird tələbələrlə birlikdə burada iştirak edirlər. Və Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim iştirak edir. Bizim hər birimizin burada iştirakımız sadəcə olaraq bizim anamızın o yarasına bir balaca məlhəm çəkir. Sizi, bizi burada görəndə həqiqətən də anamız qürurla deyir ki, Allaha şükür ki siz varsınız. Sağ olun ki siz varsınız. Mən həmişə deyirəm, biz Xanı əminlə Allah onun məqamını uca eləsin. Mən həmişə deyirəm, Xanı əmi xalqın qəhrəmanıdır. Xalqın qəhrəmanıdır. O həmişə məktəblərə gedib, o şagirdlərə döyüş yoldaşlarından, hansı ki əməliyyata gediblər, nağarıflar, onlar o bütün işlərin hamısını o uşaqlarla bölüşürdülər ki, o məktəbdə vətənpərvərlik ruhu böyüsün. Mən istərdim Samir müəllimə sözü verəm. Buyurun Samir müəllim. İran şəhid ailələrinin, tədbir iştirakçılarına bugün ətrafına yığışdığımız Abbasov Müşfiq 1970-ci ildə Ağdamın Abdülacılaqlı kəndində dünyaya göz açır və hərbi xidmətdən qayıdandan sonra onun doğulub boya başa çatdığı, hansı ki o Ağdamın ən gözəl kəndlərindən olan Abdülacılaqlı kəndi düşmən hücumuna məruz qalır və o üst qardaşı ilə birgə 1-ci Qarabağ müharibəsində həmin döyüşlərə qatılır. Və bildiyiniz kimi 93-cü ilin iyul ayında Ağdam işğal olunur və daha sonra məcburi köçkün həyatı başlayır. Və şəhid Abbasov Müşfiq bir müddət Mingəçevirdə, daha sonra Bakıda məcburi köçkün həyat yaşayır və 2020-ci ildə aprel döyüşləri zamanı o öz övladlarını yanına alaraq Ağdam komissarlığına gəlir və səfərbərliyə adını yazdır. 2020-ci ildə 27 sentyabr zamanı isə o bir daha yenə Ağdam ərazisinə gəlir, yenə komissarlığa gedir. Orada onun vurğuluyurlar ki, sənin yaş həddinə görə Allaha şükür ordumuz var, onun böyük oğlunu Ensaylı hərbisiyə baş kəşfiyyatçı kimi göndərirlər. Ancaq Abbasov Müşfiq bununla barışmır və o Ağdam istiqamətində, hansı ki Qərvənd kəndi istiqamətində olan sərhəddə ön xəttə atılır digər oğlu ilə birgə və nəhayət oktyabr ayının 5-də Ağdamın müdafiəsi zamanı düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olur. Abbasov Müşfiq ölümündən sonra Vətən uğrunda medalı, Ağdamın azad olunmasına görə medalı və digər medallarla təltif olunur. Burada bir şeyi vurğulamaq istəyirəm ki, burada olan adamlar əksəriyyəti Abbasov Müşfiqi sağlığında tanıyır və o 50 yaşında elə bir müqəddəs bir yerə zirvəyə ucalıb ki, onun bəlkə də 80 il yaşasaydı o adam bu qədər təravətli olmazdı.
70 il yaşasaydı bu qədər təravətli olmazdı. Çünki bizim ortaq qohumlarımız Abbasov Müşfiqlə dostuydular. Mən bəlkə də həyatımda bir dəfə, iki dəfə görmüşdüm mən Abbasov Müşfiqi, amma onu vurğulaya bilərəm ki, onun videoların kadrlarından, döyüş yoldaşlarına, yaxınlarına atdığı səslər, yəni sosial şəbəkələrdə paylaşılır. Yəni bu adamın dilindən ancaq vətən, bu adamın dilindən Ağdam, Külaflı kəndi, Qisas hissi, yəni onun oğluna verdiyi ad, intiqam adı, adın özündə də bir dərin məna var ki, o intiqam almaq, qisasını almaq kimi bir hissi var. Yəni bu adamlar, bu Abbasov Müşfiq sağlığında da bir nümunə idi. Çünki onun övladlarına baxanda, onun övladlarının təlim tərbiyəsini görəndə, onun anasının o mətinliyin, qürurunu görəndə düşünürsən ki, bu cür ananın bu cür oğlu ola bilər, bu cür oğlun da bu cür övladları ola bilər. Yəni bu adam sağlığında çox səliqəli yaşamış, mədəni yaşamış, vətənpərvər olmuş, heç kəslə işi olmayan, bəlkə də onun o məcburi köçkünün həyatında o qədər onun ağrı, acılı, çətin günləri olub, onun bəlkə də o qədər ehtiyacı olub, amma o heç bir zaman qüruruna sıxışdırıb, yəni o adam bildirməyib. Mən burada nümunə anaya baxanda adam dolu fikirlərini tam izah eləmək olmur, amma bilirsiniz, hər kəs bu dünyada yaşayır, ətrafımızda görünən bizim bu kəndin qəbristanlığıdır. Kimsə bu dünyada müxtəlif səbəblərdən hər cür yaşda burada insanlar dəfn olunur. Amma Bayaq Qorxmaz müəllim də vurğuladı. Həqiqətən də adam fəxr edirsən ki, bizim belə bir Ağdamlımız var, belə bir Azərbaycanlımız var. Yəni bu hər igidin işi deyil də, öz oğlunu da, yəni hər hansı bir təhlükə olanda, yəni hər kəsin evində belədir. Övladını gözləyirsən, övladını qoyursan ki, bu onun burnuna, əlinə daş dəyməsin, burnu qanamasın. Yəni bu adam öz canınla, qanınla, o bilirdi, 1-ci Qarabağ müharibəsində döyüşdə olmuşdu, o bilirdi ki, itki nə deməkdir, şəhid nə deməkdir. Burada hər cür hadisələr ola bilər, amma o iki oğlunu da yanına alıb getməyə və həqiqətən də bu tarixlərdə var, kitabımızda, bizim yəni tarixə düşəcək bir işdir. Bəlkə də 100 il keçəcək, amma Abdal kəndindən Abbasov Müşfiq heç bir zaman yaddan çıxmayacaq. O həmişə deyilə vurğulanacaq ki, iki oğlu ilə döyüşə gedib, iki oğlu qazi, veteran, özü isə şəhid olmuş. Bəli, onun itkisi ağırdır, çünki cavan idi, övladlarının gözəl günlərini görmək nəsib olmamışdı. Amma bir o qədər də qürurludur, ona görə ki, onu özü öz yoxluğu ilə sanki onun övladlarını da silinə yük qoyub. Və mən həmişə vurğuluyoruz, biz 2-3 gün bundan öncə bizim cənab başçı şəhidimizin övladları ilə görüşdük və o bugün bura gələcəkdi. Hansı ki, dünənlərin vacib bir zəklə administrasiyada hal-hazırda iclasdadır. Yəni mənə demişdi ki, bugün səhər gələcəkdir. Yəni onun da baş sağlığını çatdırıram. Orada söhbət edəndə də cənab başçı da vurğuladı ki, həqiqətən də mən həmişə nümunə xala mətinliyin, onun belə o diş duruşunu görür. Həqiqətən də məsəl üçün mən özüm fəxr edirəm ki, həqiqətən də bizim belə analarımız var. Çünki bu qəhrəmanı yetişdirən məhz bu ana idi. Yəni o başqa cür də ola bilərdi, başqa bir peşənin də yiyəsi ola bilərdi. Bəlkə də onun yaşı ötmüşdü, o getməyə də bilərdi. Amma onun o içində olan, o torpaqdan aldığı o ilhamı, onu o böyüdüyü, onun evdə aşılanan o qürur, o mətinlik onu heç bir zaman onu buraxmırdı. Və o tarix boyu görmədiyimiz qəhrəmanları tanıtır. Babək, Koroğlu. Amma bizim Babəkimiz də boğulanlardır. Koroğlumuz da boğulanlardır. Biz həmişə də onların qədrini bilməliyik. Bizim bugün burada Hacı Əbdül qardaşımız iştirak eləyir. Mən istəyirəm sözü ilə kənd cəmiyyəti adından Rəhman, rəhim olan Allahın adıyla Allah torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş, bütün şəhidlərimizə rəhmət etsin, onların günahlarını bağışlasın, ahirətdə inşallah yerləri cənnət olsun inşallah. Yəni baxmayaraq ki, yəni Müşfiqlə mənim aramda hardasa 5-6 yaş fərq vardı, amma mən 80-ci illərin axırı, 90-cı illərin əvvəlindən Müşfiqlə bizim dostluğumuz başladı. Yəni biz
2005-ci il may ayının 15-də döyüşdə bir yerdə olmuşuq. Ondan sonra da Allah elə gətirib ki, bu ateşkəs dövründə Müşfiqlə Bakıda tanış olmuşuq. Uzun illər bir yerdə futbol oynamışıq. Müşfiq doğrudur, yəni əvəz edilməz insan yoxdur. Ancaq Müşfiq həqiqətən də əvəz edilməz oldu. Yəni Müşfiqin yeri həmişə görünür və görünəcəkdir. Müşfiqin bir xüsusiyyəti vardır ki, yəni Müşfiq olan yerdə problem ola bilməzdir. Mən deyərdim ki, Azərbaycanı, Ağdamı, Abdalı Müşfiq qədər sevən bir şəxs mən görməmişəm. Doğrudur, hər bir kəs torpaqların işğaldan azad olunmasını istəyirdi, onu gözləyirdi. Ancaq Müşfiq qədər onu ürəkdən istəyən, arzulayan, ona çalışan bir insan demək olar ki, yoxdur. Allaha sonsuz şükürlər olsun ki, Müşfiqin bütün arzuları reallaşdı. İşğalda olan bütün torpaqlarımız işğaldan azad olundu. Çox təəssüf ki, Müşfiq onu görmədi. Ancaq yəni biz müsəlmanıq, biz inanırıq ki, yəni insanın ruhu əbədi yaşayır. Yəni bütün insanlar qiyamətdə bir daha diriləcək və Müşfiqin ruhu indi şaddır. O sevinir. Çünki onun bütün arzuları həyata keçir. Allah sənə rəhmət eləsin qardaş. Sən həmişə bizim ürəyimizdəsən. Həmişə yaşayacaqsan. İnşallah, inşallah sən arzuladığın Abdal və Günahlı kəndləri bərpa olunacaq və sənin ruhun həmişə şad olacaq. Allah hər birinizdən razı olsun. Bəli, bizim həmişə bu oğullar qürur mənbəyimizdir. Həmişə də qəlbimizdə yaşayır. Çünki bir evdə 3 qardaş, 4 qardaş varsa, 5 qardaş varsa, onun ən azından dördü döyüşçü olur. Hər bir evdə əgər 2 oğul varsa, onun biri döyüşdə olur. 4 oğul varsa, onun 3'ü döyüşdə olur. Bax, Ağdamlılığımız budur bizim. Müşfiq tək Ağdal Gülaflı ilə yox, bütün Ağdam adını həmişə çəkəndə qürurla çəkir. Və onun bir videosuna baxmışam, deyir bu müharibə mənim arzularımı həyata keçirdi. Mən bunu çoxdan arzulayırdım. Arzuna çatdın qardaş. Allah məqamını uca eləsin. Allah anana səbir versin, yoldaşına səbir versin, oğullarına səbir versin. Həmişə də başınızı dik tutun. Çünki sizin oğlunuz qəhrəmandır. Bundan o tərəfə yoxdur. Sizin övladınız, sizin həyat yoldaşınız, sənin atan qəhrəmandır. Bax, bunu bilin. İndi şəhidimizin ruhuna dua oxumaq üçün Hacı Mehmanı dəvət eləyək. صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم سبح اسم ربك الأعلى عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين إلهي أنا عبد لإمام حبه فرض علينا لا والي ولديه سنا ثم حسينا سادات آل رسول هو مبعوث علينا جبل ثم جسد من حسن داش لدينا وصلى الله على أشرف الأنبياء والمرسلين والحمد لله رب العالمين آمين آمين يا رب العالمين آمين اللهم بلل وآصي الصواب ما قد قرانا من كتابك المجيد
وله المغفور من هذا الشهيد ve cem şuhada-i vatan ve bi her kurmadı sureti Fatiha selavat Allah'ın bu dünyada olan ezizlerine, yakınlarına, kardeşlerine, annesine, kuvvetlerine, sevdiklerine Allah yalan bayrağımızı daim olarak gurbelerden dolayı Allah halkımıza, milletimize bir daha ocağı faciasını facianı erden, kendi söylesin sözleri ve kapsın sözlerine gitmesin. Allah halkımızı daim olarak görsünlerde amin, amin ya Rabbi. Allahümme kullil mu'minine vel mu'minat. أعوذ بالله من الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل Allah rahmet eylesin. Allah size anıya cem yakınlara ezbere sabret. Allah